Bir dənə də gözəl kəndimizə ait bir şeir deyək. Ondan sonra məclis sahiblərinin böyük məmnuniyyətinə dəvət eləyək, açılış eləyək və Uca Allahın adı ilə məclisimizi başlayaq. Kəndimizin şairə xanımı Almaz Alı qızının bir şeirini demək istəyirəm. Deyir, ən gözəl el doğma kəndim Sarzalı. Dost ürəkli, dost canlıdır Sarzalı. İnsanları köllü təmiz Sarzalı. Duz çörəkli, düz ilqarlı Sarzalı. O Tanrıdan gücün alıb ucalıb. Doğmalardan ilham alıb, güc alıb. Doğma kəndim hər qonağa qol açıb. Adın sanın şərəfimdir Sarzalı. Qazisi var, şəhidi var kəndimin. Şir biləkli, igidi var kəndimin. Hər yerdə öz yeri var kəndimin. Ərənlərin məskənidir Sarzalı. O qeyrətin, o mərdliyin simvolu. Tarixçəsi çox qədimdir, çox ulu. Pənah xanın öz torpağı, öz yolu. Şərəfimdir, şöhrətimdir Sarzalı. Almaz deyər, öz yurduma qurbanam. Torpağına, həm daşına qurbanam. Bir gün ölsəm, qərib eldə həmin an, alar məni öz qoynuna Sarzalı. Şərəfimdir, şöhrətimdir Sarzalı. Öz doğma kəndim, elim, obam Sarzalı. Bir daha bütün Sarzalı ki, çox sağ olun, təşəkkür edirəm. Əl çalan əlləriniz var olsun. Bütün gələn qonaqlara məclis sahibləri adından xoş gəldin deyirəm. Əziz Sarzalı cəmaatı, çox sağ olun, minnətdaram. Hərdən bizdən yaşlı adamlar deyirdi ki, əşi, bu gənclik, bu cavanlar bekara şeydir. Amma Allahın böyüklüyünə çox şükürlər olsun ki, hansı ki o köhnə nəslin bəyənmədiyi cavanlar bu günlərim dünya tarixinə Azərbaycanın şanlı zəfərin qızıl hərflərlə yazdırdı. Məhz o oğullar Qarabağımızın dağına, daşına tırmanaraq torpaqlarımızı düşmən tapdağı altından azad elədi. Və üç rəyli əzəmətli bayrağımız 86,6 min kvadrat kilometr ərazimizin hər bir nöqtəsində fəxrlə, fəxarətlə dalğalanır. Əziz dostlar, deyir ki, vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Bəli, məhz həmən oğlanlara vətən oğul dedi və onlar da vətənə can deyərək torpaqlarımızın işğalına son qoyuldu.